Hər kəsə salam. İstəyirəm bu dəfə sizə son zamanlar oxuduğum bir kitab barəsində düşüncələrimi çatdırım. Bu kitab Harlan Coben yaradıcılığından olan Yaşayan Ölülər əsəridir. İlk öncə onu qeyd edim ki, kitabımız Tiaspres nəşrinə məxsusdur və mən ümumiyyətlə Tiaspres nəşrlərini hədsiz çox sevirəm. Həm tərcümələri çox yaxşı olur, həm üz qapaqları, dizaynları çox gözəl olur kitabların. Bu səbəbdən bu kitab da mənim diqqətimi cəlb etmişdi və mən uzun müddət olar ki, kitabı əldə etmişdim. Kitabxanamda da çox uzun bir müddət idi ki, artıq var idi. Ümumiyyətlə onu qeyd edim ki, Tiaspres məncə çox fərqli tərzdə əsərləri həmişə tərcümə edir. Ən azından mənim oxuduğum əsərlər həmişə mövzularının qeyri-adiliyi ilə seçiliblər. Bu əsər də həmin əsərlərdən biri idi. Əslində bu əsərin tam olaraq hansı janrda olduğunu deyə bilmərəm. Çünki içərisində biraz detektivlik, biraz ailə məişət mövzuları, biraz həm müasir dövrün belə deyək ki, problemləri, yəni belə qarışıq bir kitab idi əslində. Tək bəyənmədiyim bir nüansı o idi ki, kitab məni özünə çox da belə çəkə bilmədi. Yəni mən kitabdan necə deyim, bəzi kitablar olur ya, hansı ki biz onu oxuyarkən qopa bilmirik, özündə bir asıllıq yaradır. Hansı, yəni mövzu necə irəliləyəcək, necə davam edəcək, necə bitəcək, bu bizdə maraq yaradır. Amma bu kitab təəssüflər olsun ki, o tərz bir kitab deyildi. Stabil idi əslində mövzusu və hətta son səhifələrə qədər çox da belə məni özünə çəkə bilməmişdi. Amma mövzusu həqiqətən fərqli idi. Düşünürəm ki, bu tərz bir kitab heç oxumamışam. Hətta detektiv əsərlərdə belə bu tərz bir ümumiyyətlə mövzu ilə rastlaşdığımı xatırlamıram. Kitabımızda əsas bir mövzu var. Bu yalan və həqiqətin bir-birindən olan ziddiyyəti və hansının daha yaxşı olduğunun müzakirəsidir. Düşünürəm ki, yəni bizim həyatımız da belədir. Yəni bu əslində bir növ reallığı, indiki dövrü əks etdirən bir kitabdır. Çünki hal-hazırki dövrdə həm yalan, həm də ümumiyyətlə doğrular bir-birinə çox həqiqətən ziddir və eyni zamanda da biz bəzən bilmirik hansı daha yaxşıdır. Həqiqətən şirin yalanmı, acı həqiqətmi? Bunun seçimini etmək həqiqətən çox çətindir və kitab boyu biz bunu həqiqətən də detallı şəkildə oxuyuruq və istər-istəməz bizdə də o düşüncələr yaranır ki, görəsən hansı daha yaxşıdır? Həqiqətən də nə qədər acı da olsa həqiqəti deməkmi, yoxsa bəzən qarşımızdakı insanın ya sağlamlığı üçün, ya o insanın vicdan əzabı çəkməməsi üçün, ümumiyyətlə məyus olmaması üçün ona şirin yalanlar deməkmi? Düşünürəm ki, burada yalanın da təbii ki, dərəcəsi var. Çox böyük bir yalan demək həqiqətən heç doğru deyil. Zaten o deyirlər ya, yalanın da 40 gün ömrü var. Həqiqətən də çox uzun müddət davam etdirmək onu mümkün deyil. Əvvəl-axır üstü açılır və sadəcə olan o insana qarşı olan güvənin itməsi olur. Bu səbəbdən də nə olursa olsun təbii ki, həqiqəti demək daha yaxşıdır. Amma bunu 100% belədir deyə bilmərik. Çünki həyat elədir ki, düşündüyümüz şəkildə həmişə irəliləmirik və həyat mütləq doğrulardan ibarət deyil. Biz hər şeyi nisbi yaşayırıq. Yəni bu gün mən bunu belə edəcəm və yaxud biz ümumiyyətlə qəbul etsək ki, hə, həmişə doğruları demək, həqiqəti demək daha yaxşıdır, amma bir həqiqət də var ki, biz bunu nə qədər dildə desək də, yəni həqiqətən də o hadisə başımıza gələndə biz nə dərəcə bir reaksiya verəcəyik, onu deyə bilmərik. Bu səbəbdən də təbii ki, kitab oxuduqca mənim də beynimdə o suallar öz əksini tapırdı ki, görəsən həqiqətən hansını seçim etsək, ümumiyyətlə bizim üçün, hər kəs üçün daha yaxşı olar. Bundan əlavə kitab nədən bəhs edir, onu sizə çatdırım. Deməli, kitabımızda baş obrazımız Mayrondur. Elə bir şəxsdir ki, yəni həm hər kəs üçün yaxşılıqlar etməyə çalışır, fədakardır, həm də eyni zamanda da düşünürəm ki, ən böyük pisliyi öz qardaşına edib və doğma cəmi bir qardaşı var, yəni başqa bacısı qardaşı yoxdur. Və onun etdiyi o laqeydlikmi deyək və yaxud səhvlərmi deyək, onun qardaşını ondan uzaqlaşdırıb və hətta daha pis bir sonluqlara gətirib çıxarıb. İndi mən tam olaraq nə olduğunu deməyəcəm, burada spoiler olmaması üçün. Ondan əlavə burada ümumiyyətlə çox insanların itkilərinə rastlaşırıq. Belə hadisələr müəyyən mənada çox dolaşıq gedir, amma bəzi hissələr var idi ki, həqiqətən belə deyim də bizdə məyusluq yaradırdı. Hətta müəyyən hissələrdə gözlərim doldu. Hətta son səhifələri oxuyarkən çox yəni acı hisslər keçirdiyimi deyə bilərəm. Düzdür, tam olaraq ağladacaq dərəcədə məyus edici bir əsər deyil, amma insanı hüzünləndirir. Və bəzi şeylər həqiqətən heç gözlədiyim kimi olmadı. Heç ağlıma belə gəlməyəcək tərzdə hadisələr cərəyan elədi və sonluq da eyni zamanda heç gözləmədiyim tərzdə bitdi. Yəni bəzi nüanslar məni həqiqətən çox təəccübləndirdi. O cəhətdən əslində xoşuma gəldi əsər. Onun üçün deyirəm ki, həqiqətən mövzusu çox fərqlidir. Yəni standart, bəsit bir mövzusu yoxdur.
Amma yenə də düşünürəm ki, bundan qat-qat daha yaxşı, daha güclü, bir mövzuya sahib olan əsərlər də təbii ki, oxumuşam. O səbəbdən, yəni müqayisə etsək, bu əsər mənim üçün orta hissələrdə oldu. Nə çox zəif, nə də çox güclü bir, ümumiyyətlə məzmuna sahib bir əsər kimi yadımda qalmadı. Ümumiyyətlə düşünürəm ki, klassikləri, çox ağır klassikləri oxuyan insanlar üçün təbii ki, bu tərz əsərlər çox da, iz qoya bilmir. Amma maraqlı idi, yəni şans verə bilərsiniz. Ümumiyyətlə, mənə görə, yəni əsərin əsas çatdırmaq istədiyi sadəcə yalan və həqiqətin bir-biri ilə olan əlaqəsi və hansını seçməyimizin bizə necə bir nəticələr gətirib çıxara biləcəyi, bizi hansı yollara, sala biləcəyini göstərən bir əsər idi sadəcə olaraq. Yəni mənim ağlımda belə bir iz qoydu. Maraqlıdır, axıcıdır əslində. Mən təxminən yarım aya bitirdim bu əsəri. Hələ mən düşünsək ki, mənim çox vaxtım olmurdu, ara-sıra yəni oxuya bilirdim. Bəzi günlər ümumiyyətlə oxuya bilmirdim. O baxımdan düşünürəm ki, kifayət qədər tez bir zaman ərzində bitirə bildim. İstəsəz siz də bir şans verə bilərsiniz. Həqiqətən, əgər sizə də bu tip mövzular çəkirsə, sizə maraqlı gəlirsə, təbii ki, bir şans verə bilərsiniz. İnşallah növbəti videolarda görüşənədək hələlik.